Mesela problem yarandı. Ha. Şimdi bu anime kızlar tamam başka bir animeye dönüştürmek istiyorum. Ama bilmem necə olacaqsa. İş orasındadır ki, bilmiyorum. Deməli, sizinlə bir yerdə öyrənəcəm. Səhv elədiyim yerlərdə yorumlara yazsaz sevinərəm. Bunu belə təyinatına baxmışdım. Əvvəlcədən. Deməli, saçım belə sarı eləyəcəm. Böyle. Ve tam sarı da eləmək istəmirəm. Çünki belə qara sarı sarı eləyəm. Tam sarı eləyəcəm. Biraz böyle. Bir dakika. Videonu dayandırırım. Daha sonra boyayım saçını çünkü çok vaxt alınmıştı. Sonra açacağım. Belə oldu. 5 dəqiqə. Hə. Belə oldu. Tam bilmirəm necə oldusa yəni. İndi bu planlaşdırmaya bu fırçaya giririk. 5 dəqiqə. Burada planlaşdırma var. Ona basırıq və tam biraz aşağı edəcəm. Bunu böyle planlaşdırırıq. Daha yəni saç kimi göstərmək üçün. Daha sonra burada 5 dəqiqə. Burada 2 görüntüsü var. Ben bu 2 elədim çünkü 2 eləmək lazımdır. Normala basırıq, yumuşaşıq. Baxın fərq görsənir məncə. Yox olmadı belə. Oldu yəni. İnək. Şimdi ağzın yani daha farklı bir şey eləmək istəyirəm. 5 dəqiqə necəliyək? Buton yox, buton olar məncə. Daha incəltirik və daha yaxınlaşdırırıq. Bu yaxşı oldu. Ama bunu planlaşdırmaq lazımdır. Daha doğal görsənsin deyə bir dənə də üstünə getmək istəsəz gedə bilərsiniz yəni. Belə. Məncə qəşəng olur.